Salam, hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılarımız. Biz yenə gəldik, yenidən təhsilə dair efirdədir. Xoş gördük, hər birinizi salamlayıram və hər birinizə bu müddət ərzində xoş istirahətləri arzu edirəm. Arzu edirəm ki, bugünkü proqramımızı olduqca diqqətlə izləyəsiniz. Çünki nələrsə yaxşı mənada götürə biləcəksiniz bugünkü proqramımızdan. Çünki faydalı söhbətlərimiz olacaq. Bugün biz nədən danışacağıq və bizim bugünkü qonaqlarımız kimlərdən ibarətdir? Bugün biz alfa mental aritmetik zehni inkişaf proqramından danışacağıq və qonaqlarımızı istəyirəm vaxt itirmədən sizlərə təqdim edib. Bugünkü qonaqlarımız alfa mental zehni inkişaf proqramı inkişaf mərkəzinin nümayəndələridir. Ülviyə Rızayeva, xoş gəlmişsiniz. Alfa mental müəllimi və Əminə Əliyeva sürətli oxuma müəlliməsi. Xoş gəlmişsiniz. Salamlayıram hər ikinizi. Çox xoşdur xanımlar sizi studiyamızda görməyə və düşünürəm ki, bugünkü söhbətlərimiz də bizim balacalarımız üçün, az yaşlılarımız üçün faydalı olacaq. Əslində bizim gənc ailələr, gənc valideynlər də izləyirlər. Hansı ki, onlar da arzu edirdilər ki, məhz belə bir proqram olsun. Onlar da övladlarını belə bir proqram vasitəsilə onların zehinlərini, zehni qabiliyyətlərini yaxşı şəkildə inkişaf etdirsinlər. İlk olaraq istəyirəm sizdən başlayım. Ülviyə xanım. Ülviyə xanım, bax, alfa mental aritmetik nədir, nə deməkdir, nə üçün lazımdır bizim balacalarımıza bu haqda danışaq. Buyurun, eşidək sizi. Alfa mental aritmetik proqramı 4-12 yaş uşaqlar üçün nəzərdə tutulmuş və inkişaf etdirilmiş bir proqramdır. Bu proqramın məqsədi uşaqlarımızda olan ancaq atıl formada olmuş zəkanı ortaya çıxartmaq və inkişaf elətdirməkdir. Burada uşaqlar rəqəmlərdən bizim deməli abaküs adlanan alətimiz var. Bunun üzərində rəqəmlərdən başlayaraq sadədən mürəkkəbə doğru misallar hesablamağı öyrənirlər. Əvvəl onlara deməli abaküs üzərində biz abaküsü daha doğrusu öyrədirik. Ondan sonra bəli, əvvəlcə abaküs öyrədilir. Ondan sonra isə onlar bunu artıq zehinlərində hesablamağa, abaküsü canlandırıb, beynində canlandırıb, zehinlərində hesablamağa başlayırlar. Bizim proses qeyd etdiyim kimi sadədən mürəkkəbə doğru gedir. Əvvəlcə təkliklər, sadə misallar üzərində uşaqlar abaküsü tam qavrayırlar. Ondan sonra növbəti mərhələlərdə isə artıq uşaqlarımız onluqlar, yüzlüklər, minliklər dairəsində misalları asanlıqla hesablamağı bacarırlar. Aydındır. Mən təklif edirəm ki, elə bu məqamda biz qısaca olaraq tamaşaçılarımıza elə əsas məlumatı çatdırdıq ki, alfa mental nə deməkdir? Bu məqamda istəyirəm bizim az yaşlımız olacaq studiyamızda, hörmətli tamaşaçılarımız. Həmin o az yaşlı alfa mental zehni inkişaf proqramından yararlanaraq bizə hesablamalarını göstərəcək burada. Bəlkə dəvət eləyək gəlsin bizim az yaşlımız. Kərimli Fidan buyursun studiyamıza zəhmət olmasa. Fidan, yavaş-yavaş gəl. Xoş gəlmişsən, gəl bax dur burada zəhmət olmasa. Salamlayırıq səni də. Necəsən, yaxşısan Fidan? Hazırsan həll eləməyə çalışmanı. O zaman başlayaq. Ülviyə xanım, siz də başlayın proqramı zəhmət olmasa. Ekrana verin, tamaşaçılarımız da görsünlər. Diqqətli ol Fidan. Fidan, başla. Aha. 121. 121. Afərin Fidan, afərin. Təşəkkür edirik. Minnətdarıq. Növbət çalışman var, yoxsa yoxdur? Birazdan olacaq. Birazdan olacaq. Tamam o zaman Fidan, sən zəhmət olmasa keç yerinə, birazdan səni yenə dəvət edərik. Yaxşımı? Buyur, əyləş. Buyur, əyləş. Mən istərdim Əminə xanımla söhbətimizi davam edirəm. Bax, Əminə xanım, alfa mental aritmetik zehni inkişaf proqramı kimi bizə vacib olan, bizim balacalarımız üçün, az yaşlarımız üçün vacib olan başqa bir proqram da var. Bu sürətli oxumadır. Sürətli oxuma proqramı nədir? Nədən ibarətdir əsas məğzi bu proqramın? Və bizim az yaşlarımıza nə verir bu proqram? Bu haqda danışaq. Buyurun, eşidək sizi. Deməli, sürətli oxu proqramı da sürətli hesablama proqramı kimi zehni inkişaf proqramıdır və burada əsas məsələ odur ki, vaxta qənaət edərək qısa müddətdə bizə verilən materialları daha yaxşı, beynimizi, gözlərimizi yormadan daha yaxşı öyrənməkdir və qeyd etmək istərdim ki, bu təkcə balaca yaşlı uşaqlar üçün deyil, həm də böyük yaşlı insanlarda. Yaş məhdudiyyəti yoxdur. Var, 60 yaşacan. İndi biz birazdan yaş məhdudiyyətlər haqqında danışacağıq. Abaküs nədir bəs Ülviyə xanım? Abaküs haqqında tamaşaçılarımıza hər dəfə biz qısaca da olsa məlumatı çatdırırıq. Alfa mental zehni inkişaf proqramında hesablamaq üçün bizə lazım olan, biz əvvəllər buna şotka deyərdik. İndi bu abaküs adlanır. Bizim hansı ki az yaşlarımız, hansı ki alfa mental zehni inkişaf proqramından yararlanırlar. Onların ən sevimli, belə deyək, əşyasıdır. Biraz abaküs haqqında danışaq. Nədir? Necə istifadə edirik bu abaküsdən? Abaküs haqqında məlumat verin. Deməli, abaküs gördüyünüz kimi düzbucaqlı formasında. Elə tutun kameralarımız göstərək.
Düzbucaqlı formasında 13 sütundan ibarət və hər sütunda 5 muncuq, əslində biz buna boncuqlar deyirik, uşaqlara belə öyrədirik. Yəni muncuqlardan ibarət olan bir alətdir. Uşaqlarımızın həqiqətən də çox sevdiyi bir alətdir. Abaküsün şotkadan, belə deyək, əvvəlki, yəni şotkamızdan fərqi nədən ibarətdir? Şotkada gördüyünüz kimi bu muncuqlar, yəni bu əşyalar daha çox idi. Burada isə abaküsdə isə yuvarlaqlaşdırılmış formadadır. 4 sıra. Aşağıda, bəli, deməli, bunu yuxarıda tutum. Aşağıda gördüyünüz kimi hər sütunda 5 dənə muncuğumuz var. 5 dənə muncuq. Bəli, hər sütunda 5 muncuğumuz var. Aşağıdakı muncuqlar biri ifadə edir. Yəni yuxarıdakında. Yuxarıdakında hər sütunda 5 muncuğumuz var. Ortada gördüyümüz kimi xəttimiz var. Bu xəttin altında aşağıda olan muncuqlarımız bir rəqəmini ifadə edir. 1. Yəni bizdə aşağıda 4 dənə bir rəqəmini ifadə edən muncuqlardır. Yuxarıda isə bir dənə 5-imiz var. Yuxarıdakı muncuğumuz isə 5-i ifadə edir. Buna görə də abaküslə işləmək, şotka ilə işləməkdən daha asandır. Çünki burada artıq 5 rəqəmi yuvarlaqlaşdırılmış formadadır. Ona görə də bizim təklik sütunumuzdur bu birinci sütun. Sonra onluq sütunumuz, yüzlük, minlik və belə arta-arta gedir. Hər bir sütunumuzda 9-a qədər, yəni abaküsü olan boncuqlarımız 9-a qədər rəqəm ifadə edir. Təklik sütununda, bəli, yəni 5 üzərinə də 4-ü gələndə, belə göstərim, 5-in üzərinə, bəli, 4 dənə bir aşağıda var. Onları topladıqda cəmi 9 eləyir. Onluq sütununda olanda bu artıq 90 ifadə eləyir. 900 olur. 9.000 olur, 90.000, bu formada da gedir. Artım bu formada yəni aparılır. Bəli, uşaqlar da abaküsdə bayaq da qeyd elədiyim kimi sadədən mürəkkəbə doğru əvvəlcə təkliklər üzərində, sadə rəqəmlər üzərində hesablamağı öyrənirlər. Getdikcə biz onu onluqlar, yüzlüklər, minliklər şəklində misalları hesablamağı artıq onlar rahatca öyrənə bilirlər. Ülviyə xanım, bax, biz burada toplama və çıxmanı həyata keçiririk bu abaküs vasitəsilə. Bəs vurma, bölməni necə həyata keçiririk? Mümkündürmü həmin o abaküs vasitəsilə, yoxsa abaküs artıq dəyişir vurma, bölmək üçün? Xeyr, eyni abaküs üzərində eyni ilə biraz fərqli metodla, yəni toplama çıxmanın öyrətmə üsulu, tədris metodu fərqlidir, vurma bölmənin isə tədris metodu fərqlidir. Bəs vurma, bölmə artıq növbəti mərhələmə hesab olunur, yoxsa necə? Yəni toplama çıxma birinci mərhələ, neçə ay sərf etməliyik toplama çıxma üçün? Toplama çıxma proqramı bitdikdən sonra vurma bölməyə keçirik. Ümumi proqramımızın müddəti 2 il nəzərdə tutulur. Vurma, bölmə və toplama çıxma hər ikisi birlikdə 2 il. Hər birinə ayrılıqda 8 ay, 12 ay arası civarında, vaxt nəzərdə tutulur ki, bu da uşağın qavramasına görə dəyişir. Yəni ola bilər uşaq tez öyrənəcək, 8 ay müddətində, ola bilər biraz uzun müddətli. Gec götürmək də deyəndə burada yaş həddi var. 4-12 yaş qruplar arası biz uşaqları qəbul edirik ki, burada kiçik yaşlı uşaqlarımızda biraz daha uzun proses gedə bilir ki, onlar gələndə heç məktəbə qədər uşaqlarda deyil, yəni məktəb yaşlı uşaqlar olmadığı üçün rəqəmləri ancaq saymaq dərəcəsində bilirlər. Ona görə də biz onlara təkliklər, onluqlar, yüzlüklər bunları biz öyrətdiyimiz üçün biraz proqram uzun davam edir. Aydındır. Təşəkkür edirəm sualıma ətraflı şəkildə cavab verdiyiniz üçün və bizə abaküsü anlatdığınız üçün. Söhbətimizi Əminə xanımla davam etdirir. Əminə xanım, bax, insanlar niyə yavaş oxuyurlar kitabı? Bəli, Günay xanım, siz çox... Burada nə qazanmaq istəyirik? Vaxt mı qazanmaq istəyirik? Yoxsa nəyə görə yavaş oxuyuruq? Dərk eləmək üçün mü bəlkə yavaş oxuyuruq ki, dərk eləyək rahat şəkildə? Günay xanım, siz çox düzgün bir mövzuya toxundunuz. İnsanların əksəriyyəti hal-hazırda bizdə belə bir inanc formalaşıb ki, biz yavaş oxusaq daha yaxşı öyrənəcəyik, öyrəndiklərimizi daha yaxşı yadımızda saxlayacaq. Təbii ki, bu bizdə bir vərdiş halına gələn bir prosesdir. Amma sürətli oxu kursuna qatıldıqdan sonra təbii ki, insanlar görür ki, bu tamamilə yanlış olan bir qaydadır və biz bu vərdişləri çalışırıq ki, aradan götürək. Yavaş oxumadan sonra biz sürətli oxuda əsas yavaş oxumanın səbəblərini, faktorlarını sizə demək istəyərdim. Buyurun. Burada ilk növbədə əsas faktor siz qeyd etdiyiniz kimi yaxşı yadda saxlamağı inancı. İkincisi isə biz oxuyanda kəlmə-kəlmə oxuyuruq və bu da təbii ki, bizim sürətimizin azalmasına səbəb olur. Amma kursumuza qatıldıqdan sonra biz əvvəlcə 2 söz, daha sonra 3 söz və nəhayət 4 söz və cümlə ilə birlikdə biz sürətimizi artırırıq və bu da bizim qısa müddətdə böyük bir dərslərimizi, materiallarımızı daha az bir vaxtda öyrənməyimizə kömək eləyir. Aydındır, aydındır. Bax, alfa mental aritmetika neçə yaşından gələ bilərlər Ülviyə xanım?
Alfa mental Neçə yaşından müraciət edə bilərlər? 4-12 yaş arası uşaqlar müraciət edə bilərlər. Qruplar necə təyin olunur? Bəs bu haqda da biraz ətraflı danışaq. Buyurun. 4-12 yaş arası uşaqlar qəbul olunurlar alfa mental aritmetikdə. Qruplarımız isə 10 uşaqdan ibarət olur. Yəni hər qrup 10 uşaqdan ibarət olur, belə təyin olunur. Qruplarımız, yaş həddimiz ona görədir ki, bizdə uşaqların, kiçik yaşlı uşaqların xəyal gücü daha yaxşı olduğu üçün biz və bunu beləcə qruplara bölürsünüz. Yəni sadəcə bu istiqamətdə kimi bizdə yəni uşaqlar onu zehinlərində canlandırıb abaküsü öyrədirik, sonra onlar zehinlərində canlandırıb bu sahədə hesablama apara bilirlər. Ona görə də kiçik yaşlı uşaqlarda xəyal etmə qabiliyyəti daha güclü olduğu üçün artıq bəli 12 yaşdan yuxarı artıq uşaqlar həyatı daha yaxşı dərk etdikləri üçün onların xəyal etmə qabiliyyətləri artıq yavaş-yavaş sıradan çıxır. Ona görə də onların öyrənmə, yəni abaküs üzərində misalları hesablamağı öyrənməyi artıq biraz çətinləşməyə başlayır. Ona görə də bəli, müəyyən qədər. Əslində 12 yaşdan yuxarı da müraciət edənlər var və effekt olur. Ancaq kiçik, yəni 4-12 yaş uşaqlarda biz %100 effekt alırıqsa, orada artıq faiz aşağı düşür. Bəli. Orada artıq biz 50-60% effekt ala bilirik. Bəli, nəticə gözləyirik. Qruplarımız da dediyim kimi 10 uşaqdan ibarət olur. Burada da məqsəd ondan ibarətdir ki, uşaqlarımız qrup şəklində bizdə əyləncəli və məntiqi oyunlarımız var. Qrup şəklində daha fəal iştirak edirlər və daha həvəslə dərsə yanaşırlar. Hardasa belə deyim ki, uşaqların arasında rəqabət yaranır. Yəni müsbət bir rəqabət yaranır. Aydındır, yaxşı mənada. Bəli, yaxşı mənada bir rəqabət yaranır. Bax, bu məqamda istəyirəm Ülviyə xanım, biz yenə Balaca Fidanı dəvət edək studiyamıza. Balaca Fidanın yenidən çalışması var. Fidan, buyur, gəl zəhmət olmasa. Gəl əzdim, gəl yavaş-yavaş. Buyur, növbəti dəfə məharətini göstər bizim balacalarımıza, həm yaşıdlarına. Hazırsan Fidan? O zaman çalışmamız gəlsin, diqqətli ol. Görək, həll edə biləcək. Yoxsa yox. Cavab? 641. 641. Əhsən. Çox gözəl. Təşəkkür edirəm Fidan. Çox sağ ol. Buyur, əyləş yerində zəhmət olmasa. Çox gözəl. Nə xoş bizə ki, məhz belə bizim azyaşlarımız, savadlı azyaşlarımız var. Həqiqətən də bizim azyaşlarımızın yaddaşları çox təmiz olur və çox asanlıqla həkk eləyə bilirlər yaddaşlarına oxuduqları, öyrəndikləri ilk şeyi. Bax, söhbətimizi Əminə xanım sizlə davam etdirək. Biraz sürətli oxumadan danışaq. Biraz öncə mən sizdən soruşdum yaş məhdudiyyətini, ətraflı cavab vermədiniz. Ona görə istərdim ki, yaş məhdudiyyəti haqqında ətraflı danışaq. Bu kursdan yararlanmaq istəyən insanlar, neçə yaşına qədər olan insanlar sizə müraciət edə bilərlər? Bizdə sürətli oxu dərslərində yaş məhdudiyyətləri 8 yaşdan başlayır bizdə. 8-12 yaşlı bir qruplarımız, 12-17 yaşlı və 17-60 yaş arası insanlar müraciət edə bilər. Və bizim qruplarımız 3 kateqoriyada dediyim kimi müəyyən olmuşdur və hər kateqoriyanın özünün ayrı proqramı var. Belə ki, biz 8-12 yaşlı qruplar üçün fərqli proqram, 12-17 yaş üçün fərqli proqram, 17-60 yaş üçün isə fərqli proqramlar keçirik. Aydındır. Alfa mental aritmetikdə fərqli yaş qruplarından olan uşaqlar, Ülviyə xanım, bir sinifdə təhsil ala bilərlərmi, bir sinifdə öyrənə bilərlərmi bu proqramı? Çox sağ olun. Əslində çox gözəl bir mövzuya toxundunuz. Çünki bizim valideynlərimizi çox narahat edən suallardan biridir. Bəli. Burada fərqli yaş qrupunda olan uşaqlar bir sinifdə dərs keçə bilirlər. Səbəb nədən ibarətdir? Əslində biz bilirik ki, 4-12 yaş arasında, yəni məktəbə gedən uşaqlar, yəni 6 yaşdan uşaqlar məktəbə başlayırlar ki, onlar hər yaş qrupunda fərqli siniflərdə oxuyurlar. Bizə gələndə isə biz onları bir sinifdə qruplaşdıra bilirik. Məsələn, 4-6 yaş arası uşaqlar bir sinifdə əyləşə bilərlər, onlara bir yerdə dərs keçirik. 6 və 12 yaş arası uşaqlarımız da, 7-12 yaş arası uşaqlarımız da bir sinifdə dərs keçə bilərlər. Səbəbi də ondan ibarətdir ki, bizim metodika, yəni tədris metodu bütün uşaqlara, yəni bir tədris metodumuz var və bütün uşaqlara eyni şəkildə dərs keçilir. Yəni hər uşaq üçün fərqli metodikadan istifadə etməyə ehtiyac yoxdur. Burada yəni uşaqların yaşı çox da rol oynamır ki, biri kiçikdir, biri böyükdür. Eyni izah elədiyim metodla dərs keçirik və bu
uşaqlar eyni şəkildə də bunu öyrənə bilirlər. Aydındır. Bəs bu alfa mental aritmetik kursunun müddəti nə qədərdir Ülviyə xanım? Müddəti 2 ildir. 8 ay toplama çıxmaya ayrılır və 8-12 ay, 8-12 ayda vurma bölməyə sərf olunur. 8-12 ayda vurma və bölməyə aid olur. Aydındır. Əminə xanım, sürətli oxuyaraq, bax, sürətli oxuma deyirik, sürətlə oxuyuruq. Sizcə başa düşürükmü sürətli oxuyanda? Bəli, çox aktual bir mövzuya toxundunuz. Belə ki, bizim kurslarımıza qatılan hər bir insan bu sualı bizə cavab verir ki, sual verir ki, biz sürətli oxuyacağıq, bəs sürətli yadımızda saxlaya biləcəyikmi? Təbii ki, ilk növbədə qatılan insanlarda sürət çox olsa da, anlama, qavrama biraz az olur. Zəif olur, bəli. Bəli, ancaq biz bizə qatılan tələbələrə sürətli oxu və sürətli yadda saxla metodunu tətbiq edirik. Artıq bu metodu tətbiq etdikdən sonra bu öz effektini artıq 2-ci, 3-cü dərsdən sonra göstərir. Yəni biz bunu testlərlə, məntiqi oyunlarla da müşahidə eləyirik, yoxlayırıq. Aydındır. Bəs müvəffəq olmaq üçün kurslarda nələr eləmək lazımdır? Müvəffəq olmaq üçün bizim bir çox metodlarımız var. Ondan bir ikisini sizə demək istəyərdim. Bu metodlar odur ki, ilk növbədə yaxşı oxumaq üçün, təbii ki, sürətli oxumaq üçün gözlərimizi inkişaf elətdirməliyik. Ona görə bizim göz məşqlərimiz var, metronom çalışmalarımız var. Metronom çalışmalarımız var, göz məşqlərimiz var və bu eyni zamanda bizim qrafiklərimiz var ki, biz gündə misal üçün deyək ki, yaş kateqoriyalarına görə bu da fərqli olur. Misal üçün götürək ki, 12-17 yaş arası insanlarda biz misal üçün 1 saat evə dərs veririk. Bu 1 saat müddətində insanlarda artıq vərdiş halına çevrilir, sürətli oxuma və sürətli oxuma vərdiş halına çevrildikdən sonra qavrama da, təbii ki, qavrama da bununla bərabər inkişaf edir. Aydındır. Bax, Ülviyə xanım, alfa mental aritmetik zehni inkişaf proqramı dedik və bizim gənclərimiz bu proqramdan yararlanırlar. Bizim valideynlərimiz də belə deyək də maraq göstərirlər ki, övladları məhz bu proqramdan yararlansınlar, öyrənsinlər. Çünki zehni qabiliyyətlərini yaxşı şəkildə inkişaf etdirsinlər. Mənə maraqlıdır, bu proqramdan istifadə edən azyaşlılar nə ilə fərqlənirlər? Alfa mental aritmetik zehni inkişaf proqramı onlara nəyi qazandırır? Hansı üstünlüyü qazandırır? Alfa mental aritmetik kursuna gələn uşaqlar, onlarda bizim dərslərimizdə məntiqi tapşırıqlardan çox istifadə olunur. Onların diqqəti, məntiqləri inkişaf edir, zəkası aktiv surətdə, deməli, biz riyazi hesablamalar apardığımız üçün onların məntiqi inkişaf edir. Sosial həyatlarında fəallaşmağa başlayırlar, dərslərində, məktəb dərslərini daha həvəslə oxumağa başlayırlar və əvvəl, məsələn, bir mətni oxuyanda çətinliklə yadında saxlayan uşaqlar indi artıq mətni bir dəfə oxumaqla da yadında saxlaya bilirlər. Yəni, fəal surətdə biz riyazi hesablamalardan istifadə etdiyimiz üçün uşaqların hər iki beyin yarım kürəsi aktiv şəkildə fəaliyyət göstərir və buna görə də uşaqların zehni daim açıq olur. Məktəb dərslərini də öyrənməyində bu onlara çox böyük təsir göstərir. Az yaşların başqa proqramları, başqa dərsləri, fənləri mənimsəmələrində nə kimi üstünlükləri var bu proqramın? Dediyim kimi, uşaqlar, yəni riyazi hesablamalar çox istifadə etdiyimiz üçün uşaqların yəni hər iki beyin yarım kürəsi bizim proqramımızda fəaliyyət göstərir. Yəni dərsdə uşaqların hər iki beyin yarım kürəsi eyni vaxtda inkişaf edir, hərəkətə gəlir və fəaliyyət göstərir. Buna görə də uşaqların diqqəti inkişaf edir, məntiqi inkişaf edir. Bu da onların dərslərini daha yaxşı öyrənmələrinə, mənimsəmələrinə kömək edir. Bəli, dərsdə aktiv şəkildə iştirak etmələrinə təsir göstərir. Məktəbdə, məsəl üçün, azyaşlı uşaqlar əgər riyaziyyatı sevmirsə, bizim proqramımız, bizim kursumuz uşaqlara riyaziyyatı sevdirirlər. Sözün əsl mənasıdır. Aydındır. Əminə xanım, bax, dərslərdə neçə nəfər iştirak eləyə bilər? Sürətli oxuma dərslərində neçə uşaq iştirak eləyə bilər və bu proqramı neçə müddətə öyrənmək olar, tam mənimsəmək olar? Bayaq da mən qeyd etmişdim ki, yaş kateqoriyalarına görə biz 3 yaş kateqoriyasını ayırmışıq və bu yaş kateqoriyalarına uyğun olaraq da bizim qruplar şəklində dərslərimiz keçilir. Eyni zamanda fərdi şəkildə qruplarımızda 6-8 nəfər iştirak eləyir. Fərdidə bilirsiniz, tək keçilir dərslərimiz. Hansı müddətə, yəni oxuyub bitirmək olar bu proqramı? Yəni 1 iləmi, 3 iləmi, 5 ayamı, 6 ayamı bu insanlara görə dəyişirmi? Yəni hər insanın qavrayış səviyyəsindən asılıdırmı? Nədən asılıdır birbaşa olaraq? Bəli, bizim kurslarımız 5 həftəlik proqramdır. 5 həftə sonunda, bəli, biz 1 ay, 1 həftə müddətində proqramlarımızı yekunlaşdırırıq və təbii ki, bu fərdi şəkildə deyil, ümumiyyətlə proqramı yekunlaşdırdıqdan sonra bu, mən bayaq da qeyd etmişdim ki, bir vərdişdir. Sürətli oxuma bir vərdişdir. Axı ki, 1 ay, 1
bir müddətində biz bu proqramı keçdikdən sonra insanlar təbii ki, bu proqramdan evdə biz başa salırıq, istifadə edirlər. Biz eyni zamanda şagirdlərimizlə əlaqə saxlayırıq, olimpiyadalar keçiririk, onları olimpiyadalara dəvət edirik. Oxuma sürətini artırmaq üçün nələr eləmək lazımdır? Hansı çalışmalar eləmək lazımdır, Əminə xanım? Oxuma sürətini artırmaq üçün ilk növbədə bayaq da qeyd etdiyim kimi göz məşqləri təbii ki. Yalnız göz məşqləri ilə lazımdır? Göz məşqləri ilə bərabər bizim məntiqi oyunlarımız var, zehni inkişaf proqramlarımız var və müxtəlif metodlarımız var. Bununla bağlı biz həftədə bir dəfə açıq dərslər keçiririk və insanlar açıq dərslərdə gəlib iştirak eləyib bizim metodlarımızla tanış ola bilərlər. Aydındır, təşəkkür edirəm suallarıma ətraflı cavab verdiyinizə görə. Ülviyə xanım, alfa mental aritmetikin uşaqlarımızın gələcəyinə nə kimi xeyirləri var? Gələcək üçün onlara hansı üstünlüklər verə bilər? Bu haqda danışaq. Alfa mental aritmetikin uşaqların gələcəyinə bu kimi təsiri var ki, uşaqlar artıq sürətli hesablama apara bildikləri üçün, gələcəkdə hər hansısa bir sənətə yiyələnmək üçün, yəni yaxşı sənət seçmək üçün uşaqlarımıza kömək eləyə bilər. Sonra imtahanda bayaq qeyd etdiyim kimi məntiqi tapşırıqlardan biz çox istifadə eləyirik. Ona görə gələcəkdə uşaqlar imtahanlarda iştirak eləyəndə, yəni bu onlara müsbət təsir göstərəcək. Riyazi hesablamalar bizim həyatımızın hər bir nöqtəsində olduğu üçün, yəni onlar artıq sərbəst şəkildə harda olursa olsun, riyaziyyatla bağlı, yəni nə olursa olsun, uşaqlarımız rahat bir şəkildə bunu həll eləyə biləcəklər və çevik zəka qazandırır. Yəni cəmiyyətə biz daha aktiv, daha fəal, daha aktiv uşaqlar yetişdiririk. Aydındır. Bax, Ülviyə xanım, alfa mental aritmetik kursunu bitirdikdən sonra, yəni bu kursu, bu proqramı tam olaraq mənimsədikdən sonra mənə maraqlıdır. Ola bilər ki, bir müddət bu proqram vasitəsilə hesablamasın bizim az yaşlarımız. Əgər bu proqramdan istifadə etməsələr, bu proqram onların yadından çıxa bilərmi? Belə bir ehtimal varmı? Xeyr, belə bir ehtimal yoxdur. Ona görə ki, biz necə ki, orta məktəbə gedəndə, yəni ilk məktəbə başlayanda, necə ki, rəqəmləri, hərfləri öyrənirik və bu ömür boyu bizim yadımızda qalır, ya normal necə ki, hesablayırıq, biz bunu yaddan çıxartmırıq, həmçinin də bizim proqram uşaqlarımızın yadından çıxmayacaq. Biz demək olar ki, kursumuzda uşaqlarımızdan %100 effekt alırıq. Sadəcə nəticələr yəni sizi qane eləyir. Nəticələr, bəli, qane eləyir və kursumuz bitdikdən sonra da bu uşaqların yadından çıxmayacaq. Bəs hazırda hansı filiallarınız mövcuddur? Ümumiyyətlə, əsas məsələ qiymətlər necədir? İndi hər kəs bununla maraqlanır, bizi izləyən tamaşaçılar da maraqlanır ki, əsas qiymətdir. Qiymətdən danışın görə bizim imkanımız çatacaqmı bu kursdan yararlanaq bizdə? Hal-hazırda bizim Bakıxanov, Neftçilər, Nərimanov şöbəmiz, Nizami şöbəmiz, Biləcəri, İnşaatçılar, Xırdalan, Mingəçevir, Gəncə, Həzi Aslanov, Lənkəran və bu kimi şöbələrimiz fəaliyyət göstərir. Qiymətlərə gəldikdə isə söhbətdən kənar bir mövzuya dəyəcəm. Bizdə açıq dərslər keçirilir, valideynlərin suallarına cavab tapması üçün, yəni kursumuza yazılmaq üçün açıq dərslər keçirilir. Dərslərimizə hal-hazırda bizdə 15% güzəşt var, davam edir güzəştlərimiz. Açıq dərslərimizdə iştirak edən valideynlərə isə 20% endirim olacaq və açıq dərsimizə gələn valideynlər də demək olar ki, %100 uşaqlarını yazdırmaq istəyirlər. Çünki çox maraqlıdır bu uşaqlar üçün. Həmçinin valideynlər də öz suallarına cavab tapa bilirlər açıq dərslərimizdə iştirak edəndə. Bir şeyi də nəzərinizə çatdırım ki, burada, yəni bu da valideynləri maraqlandıran bir şeydir ki, bizim valideynləri maraqlandırır ki, bizim filiallarımızda açıq dərslərimiz üçün hər hansısa bir saat, yəni ümumi bir vaxt təyin olunur yoxsa yox. Yəni hər bir filialımız üçün fərqli-fərqli vaxtlarda, fərqli günlərdə, fərqli saatlarda açıq dərslərimiz olur. Ona görə də zəng eləyib filiallarımızdan məlumat ala bilərlər. Bəli, zəng eləyə bilərlər. Bütün əlaqə nömrələrini də ekranlarımızda görürlər. Mən hər ikinizə təşəkkür edirəm studiyamıza gəldiyiniz üçün və bütün suallarıma ətraflı cavab verdiyiniz üçün. Hörmətli tamaşaçılar, sizə də təşəkkür edirəm ki, bax bu müddət ərzində bizi izlədiniz. Sağ olun. Növbəti proqramda görüşmək ümidi ilə salamat qalın.
Pak xalça. Xalçaların yuyulması. Bakı və Sumqayıtda 555 10 10